Əziz izləyicilər, əziz məntiqsevərlər, bugün mən sizlərlə Elsəvər Vəliyevin 4-cü 5-ci sinif riyazi məntiq testindən 4-cü sinif 2020-2021-in qəbuluna riyazi məntiq hissəsini paylaşacağım. Deməli, birinci sualımızdan başlayaq. Riyazi məntiqə aiddir. Birinci sualda deyir ki, aşağıdakı tərəzilər tarazlıqdadır. Yəni tərəzilərdə bir dairənin soruşur bizdən. İlk önce əvəz etməklə aparaq biz burada. Deməli, bir dairə 3 dənə üçbucağa bərabərdir. Bir üçbucaq 2 dənə kvadrata bərabərdirsə, onda mən bir dənə üçbucağın yerinə 2 dənə kvadrat yazsam, 3 dənə üçbucağımız 6 dənə kvadrata bərabərdir. 2 dənə dairə 6 kvadrata bərabərdirsə, hər tərəfi 2-yə bölsək, bir dənə dairə 3 dənə kvadrata bərabərdirmi? Bəli. Cavabımız da 3 tane kvadrat olduğuna göre kvadratın x'ini üçbucağın ətrafına yaza bilərik. Ona göre cevabımız olacak C variantı. Bu tərəzimiz əvəz etməklə hesablandı. Bu hissədə silək bunu. Növbəti misallarımıza maneçliyi törətməsin. İkinci sualda. Birinci sualın izah hissəsini yazın. Deməli, bir dənə üçbucaq 2 dənə kvadrata bərabər olduğuna görə 2 dənə dairə 6 dənə kvadrata bərabərdir. Ona görə bir dənə dairə 3 kvadratdır, o da bərabərdir. Bir dənə kvadrat, bir dənə üçbucaq. Yəni C bəndi. İkinci sual. Habil, Bahar, Çingiz, Kamil adın dərmin masa ətrafına yan-yana oturmuşlar. Çingiz və Kamil yan-yana oturublar. Çingizlə Kamil nədir? Yan-yana oturub. Bahar ve Habil yan-yana oturmuşlar. Buna göre ayağının sağ ve sol tarafında kimler oturmuş olabilir? Bu sualımız deməli. Burada necə yazırıq? Tapaq ilk önce bunu. Burada. Ayağının sağ ve sol tarafında. Burada səhv eləmirəmsə Kamilin Habil olmalıdır. Neye göre? Deməli, ikinci sual. B bəndi. Habillə Bahar. Çingiz ve Kamil yan-yana otururlar. Bax, Çingizlə belə dairə bir masa çəkək. Çingizlə Kamil yanaşı oturublar. Çingizlə Kamil yanaşı oturublar. Bahar ve Habil yan-yana oturmayıblar. Ayağını da mesela buraya yazsaq, ayağının sağ ve sol tarafındadır. Baharı bir yazaq, Habil'de bir yazaq. Düzdürmü? Çünkü Çingizlə Kamil yan-yana oturublarsa, ayağının da sağında solunda Habillə Bahar olmalıdır ki, Baharla Habil değil yan-yana oturmayıblar. B variantı şərtimizi ödəyir. Üçüncü sual. Deməli, ikinci sualda Habil ve ne olur? Bahar. B bəndi. Üçüncü sual. Üçüncü sual. Diyor ki hesaplayın. Bu formada yazsaq. Mən birinci yazıram 8 bölü 2 vuraq 7 bərabər 28. Sonra 9 vuraq 2 9 vuraq 2 bölək 6 bərabərdir 3'ə. Növbəti 16 bölək 4 vuraq 5 bərabərdir 20'yə. Yəni bu işarə böləkdir, bu kvadrat vuraqdır. Növbəti olacaq 3 vuraq 12 36 bölək 6'ya 6. B bəndi. Dördüncü sual. Dördüncü sualda deyir ki, aşağıdakı cədvəldə hər bir sətir sütun və diaqonal üzrə yazılacaq ədədlərin cəmi eynidir. X-in qiymətini tap. İlk önce mən buna əsasən cəmi tapmalıyam ki, 19 üstə gələk, 15 üstə gələk, 11 nəyə bərabərdir? Burada bərabərdir 0, 30, 45'e bərabərdir. Düzdürmü? X-i tapın deyirsə, ilk önce mən bunları bir bərabərləşdirim. 14'ün üstü 15 gələndə neçə eləyir? 14'ün üstü 15 gələndə 29. 45'ten 29 çıxanda
Bura yazıram 16. Düzdürmü? İndi x-i tapmaq üçün 16-nın üstə 11 gəlirəm. 7, 27. 45-dən 27 çıxıram. 8, 18 eləyəcək. D variantı. İndi yazıram. 45 çıxaq. 18 bərabərdir. 18 yox, daha doğrusu 27. 18 D variantı. 5-ci sual. Aha, 5-ci sualda bu formadadır. Bu birinci sətr, ikinci sətrin üzerine katlanır ve üçüncü bu formada bir ifade alınır. Məndə də bu dördüncü hissə, bu üçüncü hissənin üzerine katlanacaq. Ve olacaq 2, 5, 9'un üstə 8 gəndə 17. 2'nin üstə 6 gəndə 8, 1'in üstə 1 gəndə 2, 3'ün üstə 5 gəndə 8. Yani cevabımız olacaq C variantı. 6-cı sual. Aşağıdaki çıxma əməlinə görə üçbucaq xuraf dairə faydasının qiymətini tapın. 2'dən neçə çıxsa 8 qalar? 4. Üçbucağı bilmirəm. 1, 10 dəyişmədim. Mən üçbucağı 7 deyirəm. Nəyə görə? İndi deyəcəm sizə. Deməli, mən bura 7 desəm, bura 4 deyəcəm. Baxın, olacaq nə? 4 idi. 1 onluq verdi 2. Yerdə qaldı 3. 3'dən 7 çıxmalı. 13'dən 7 çıxanda qalır 6. Düzdürmü? Və 7 idi. 1 onluğunu verdik. Qaldı 6. 6'dan 2 çıxdıq 4. Üçbucaq 7, kvadrat 4. Hasillər eləyəcək 28 B variantı. 7-ci sual. Əvəz edir. Deməli, mən bura 6 yazsam, yox, 7 yazsam, deməli mən ulduza neçə deyə bilərəm? 19'a yaxın eləyən 6 desəm 18 1, 6 desəm 12 1 olmayacaq. 5 desəm 15 4. 5 desəm 10 15 4 olmur. 4 desəm 12 7. 4 desəm 4 olur. 34 olacaq. 4 4 12, bu da 7 olur. Bu 7'dir. 4 4 8 7 15'dir. Bu 4'tür, bu 4'tür, bu 7'dir. 8 15 3 9. Məndən nəyi soruşur? Ulduzun üstə kvadrat gələndə 11 edir. Çıxıram 9'unu eləyəcək 2. 8-ci sual. Aşağıdakı tili vahidə bərabər olan kublardan əmələ gələn fiqura bu kublardan ən az nə qədər əlavə etsək böyük bir kub alınır. Baxın, 3'dürmü? 27 dənə olmalıdır. Düzdür? 3'ü belə bu şəkildə. 1 2 3 4 5 6 7 8 9 10 12 neçədən əlavə edək? 1 2 3 4 5. Böyük kub olmalıdır. 4 3. 4'ün kubu 64 değil mi? 4 dənədir də. Bax 4 dənə də bu. 4'ün də kubu neçə eləyir? 64. Bizə neçədən verir? 1 2 3 4 5 6 7. 64'ten 7 çıxanda 57 qalır mı? Bəli. Bax bu hündürlüyün kubuna əsasən mən 57 cavabını alıram. 9-cu sual. 9-cu sualda təxmin etməlidir. D variantıdır. Bu işarəni yerinə qoyanda alınacaq. 10-cu sual. 8'den 5 alır. 14'ten 8 alır. 22'den 12 alır. Deməli üstlərinə 2 gəlir. 2'yə bölür. Hamısında şərt eynidir. 18'in üzerine 2 gəlir. 20. 2'yə bölürük 10. 11-ci sualda fiqurların aşağıdakı ardıcıllığına görə sıra izləmələrinə əsasən neçə fiqurdan bir təkrarlanır? 1, 2, 3, 4. 4 dənə fiqurdan bir təkrarlanır. 2021'i 4'ə bölürəm. Gəlin 2021'i 4'ə bölüm. Deməli 2021 bölək 4, 5, 20, 0, 5, qalıq 1'dir. Birinci fiquru soruşursa A bəndi cavabımız eləyəcək. 12-ci sual. Cədvələ əsasən. Uşaqlar, baxın, ola bilər biraz tez-tez izah edirəm. Yəni, bunun da bəzi səbəbləri var. Artıq məni tanıyanlar bilirlər. Deməli, burada kəsişmələrə baxıram.
2 dənə böcəyin kəsişməsində bu nədir tam olaraq görsənmir. Bu işarədir. Bu işarə. Eee, Yaşılla arının kəsişməsində yenə bu işarə durur. Düzdürmü? İndi bu iki işarənin bax bunun kəsişməsində yenə bu duracaqmı? Bəli. Sonra yenə bunun kəsişməsində görürsünüzmü? Bu işarə var. Deməli cəbəndir. Yəni tam olaraq necə izah edəcəyimi, yəni nədən bəhs edəcəyimi bildiniz də. Məsələn deyək ki, 1 ilə 2-nin cəmi bax bu 3-dür. Sonra yenə 1 ilə 4-ün cəmi yenə bu ədədin kəsişmələrinə baxırıq. Məsələn böcəklə arının kəsişməsi bu yaşıl qurtdur. Aydındırmı? Burada da hər birini gətirdik və burada da bu arı deyək, nə deyək, bu qarışqadır. Qarışqa ilə qarışqanın kəsişməsi yenə qarışqanı verəcək bizə. 13-cü sual. 6-dan 5 alır. Ox işarəsi bu tərəfə gedəndə -1-dir, bu tərəfə gedəndə +1-dir. Yuxarı qalxanda böləkdir, aşağı düşəndə vuraqdır. Düzdürmü? İndi baxaq. Aha, maraqlıdırmı? 12 sağa gedir. Çıxaq 1. A olacaq 11. 11 aşağı gedir. Vurur 2-yə. B olacaq 22. 22 yenə sağa gedir. Olacaq C 21. 21 D yenə sağa gedir. D olacaq 20. 2. Y olacaq 20'nin yarısı 10. F olacaq üstə gələk 1 11. A bəndə. Maraqlı sualdır. Paylaşma olar bunu. 13-cü sualı. Qeyd eləyək özümüzdə. Silək. Şəkil olaraq qayd eləyək. İzah hissələrimizdə Telegram kanalımız qeyd olunub. Oradan bizim səhifəmizə baxa bilərsiniz. Telegram kanalımızda da dərsdə izah etdiyimiz videolar kanalında suallar tək-tək orada görsənir. Deməli burada ifadəmiz 14-cü sualımız hansını göstərir? Hansıdır? Dairənin aşağısında. Deməli. Deməli burada İndi deyəcəksiniz ki, müəllimə, A ilə C-nin qarşı hissələrində fərqi nədir? Burada bizə deyir ki, qarşı üzlərində də eyni simvollar təsvir olunub. Aydındırmı? Qarşı üzlərində də eyni simvollar təsvir olunubsa, baxın, burada mən C variantını alıram. Çünki yuxarıda da, aşağıda da dairə olmalıdır. Aydındır? Burada da 2 ulduz yanaşı gələ bilməz. Burada da yuxarı aşağı fərqlidir. Ona görə bunları çıxırım. 15-ci sual. Şəkildəki üçbucağa rəqəmlər elə yerləşdirilir ki, ortaq tərəfi olan iki qonşu üçbucaqdakı rəqəmlərin cəmi həmişə eyni olur. Üçbucağın daxilindəki bütün rəqəmlərin cəmini tapın. Bütün rəqəmlərin cəmini tapın deyirsə, cəm eyni olursa 3 verir. Bir dəqiqə şərtə baxaq. Ortaq tərəfi olan iki qonşu üçbucaqdakı rəqəmlərin cəmi həmişə eyni olur. Bura 3 yazsam. Ortaqlar neçəyə gətirək? 2, 5. Neçə yəni? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Bir dəqiqə o rəqəmlərin cəmi həmişə üçbucağın daxilindəki bütün rəqəmlərin cəmini tapın. Məsələn, bura 8 yazsam. Bura 8 yazsam. 13. Bura 3 yazsam. 8, 3 yazım bura. 3 yazım. 3 yazım. Bura 5, bura 3, bura 3, bura 5. İndi neçə dənə? 1, 2, 3, 4, 5, 6, 18. Neçə dənə 5 var? 1, 2, 3 dənə 15.
18'in üstüdən 15 gələndə eləyəcək 33. Bu da maraqlı sualdır. Bunu da TikTokda sizlərlə paylaşacağım. Aha. 15-ci sualın da sonuna gəldik. Ümid edirəm çox tez-tez izah eləmədim. Ətrafdan gələn səslərə görə də üzrlü sayın. Əsas odur, şagirdlərimizə mahiyyəti başa saldıq. Misalımız hansı qayda ilə gedir və hansı qayda ilə yanaşmaq lazımdır. İnşallah növbəti videomuzda, hansı videomuzun növbəti 2021-2022-ci il riyaziyyat hissəsindən qarşınızdayıq. Bu arada onu da qeyd edeyim ki, kitabımızın video izah qrupu var, 5 manatdır. Həm PDF, həm video izahları siz ardıcıl şəkildə həmin qrupda görə bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər, hər biriniz sağ olun.